Oğlum bir kadınla görüşürdü. Onu çok sevirdi. Çok sevirdi. Ama anası onu öz qohumu ilə evləndirdi. O kız çok yaraşıqlıydı. Qohumu. Çok güzel idi qohumu. Oğlan heç istəmirdi. Yazıq uşaq da özünü öldürürdü ki, ay anam, yaraşıqlıdır, qəşəngdir. Bizim qohumumuzdur, amma mən onunla yaşaya bilməyəcəm. Oğlanlar üçün lap çətindir axı. Başa düşürsən, o sevməlidir qadını ki, o ilə bir yerdə yaşasın. Anası dedi, yox, özümü öldürərəm, özümü yandıraram, venalarımı kəsərəm, nə bilim, neynəyərəm, sən filan kesi almalısan. Aldı. Bir evlatları da oldu, bir oğlu oldu. Dedi, yox, mən yaşamayacağım, mən yaşaya bilmirəm onu. Boşandılar, o yenə də getdi o qadının yanına, ondan da 2 evlatları oldu, amma o qadın bu gözəl onun həyat yoldaşının əlinə su tökəsi dövdü, xarici görünüşünə görə. Təsəvvür edirsiniz, deməli, xarici görünüşün heç də əhəmiyyəti yox. Bəzən nə önəmli olur o zaman? Ağıl mı? Yoxsa başqa faktorlar da var? Ona qığılcım deyirlər. Sevirsən, ya sevmirsən. Bir də görürsən ki, baxırsan, ay Allah, bu qız görürsən bunda nə tapıb, ya bu oğlan bunda görürsən nə tapıb ki, bunu sevir.